Yaxınlaşdığımızda da, tavanda da giriş hissə daha çox zərbəyə məruz qalıb. Gördüyümüz dağıntıların olduğunu müşahidə edirik. Panellər tökülüb. Var və xoşbəxtlikdən zalda çox adam olmayıb. İlkin informasiyaya görə 2 nəfər xəsarət alıb və təkcə bu hissə yox, zəhmət olmasa digər tərəfdə göstərir. Digər tərəfdə, yəni giriş hissədə də, terminalın giriş hissəsində də Zərbənin gözləmə zalına sərnişinlərin oturacaqları qoyulan hissəyə düşməməsi.